Vahid qiymətləndirmə. Sürət güc. Vahid qiymətləndirmə. Çeviklikdir müəllim, yaxşı. 3 vuron məktəb keçirdiyi neçənci siniflərin KSG-si olaraq istifadə olunur? 3 vuron məktəb qaçışı. Bəli. 3 vuron məktəb qaçışı neçənci siniflərin KSG-si olaraq istifadə olunur? KSG-si olaraq 5-dən 11-ə təmin. 3 vuron məktəb qaçışı müəllim KSG deyil, diaqnostik və BSG-dir. Diaqnostikdir. Ayso. 1000 metr məsafəyə qaçışı neçənci siniflərdə KSG olaraq istifadə olunur? 6-dan 9-a qədər. 1000 metr məsafəyə qaçış yalnız 5-ci sinif. 5-ci sinif. Ayso. 6-dan 9-a qədər neçə metrdir? 1500, 10-11-də Ayso. 2000 metr. Yaxşı. BSG-si siniflər üzrə dəyişən yeganə hərəkət qabiliyyət hansıdır? Sürət güc. BSG-si siniflər üzrə dəyişən günorta yazmısan. Dözümlük. Dözümlük olacaqdı. 6 dəqiqəlik qaçış hansı hərəkət qabiliyyətinin diaqnostikidir? Dözümlük olacaqdı. Sağ verdiyim sualı yadımdan çıxartdığım mənim. 30 metr məsafəyə qaçış neçənci siniflərdə KSG olaraq istifadə olunur? 5-ci siniflərdə. Ayso, 5-ci siniflərdə. Yaxşı. Diaqnostik qiymətləndirməsi 6 dəqiqəlik qaçış olan hərəkət qabiliyyəti hansıdır? Dözümlük. Diaqnostik qiymətləndirməsi 6 dəqiqəlik dözümlük olacaq. Dözümlük 5 yaş dövrəcədir. Sual yaddan çıxdı ya. Bax, indi onu mən beynimdə tap yenə qədər beynim məni yəyəcək. Sonra, yeni hərəkət tez mənimsəmək dəyişən şəraitin tələbləri olacaq. Çevik olacaqdı. Yaxşı. Müəllim, ayrı-ayrı hərəkət qabiliyyətlərinin inkişafına yönəlim. Ayrı-ayrı hərəkət qabiliyyətlərə aid olan ayrı-ayrı hərəkət qabiliyyətlərinin əlverişli yaş dövrü neçə yaş idi? 10-11. 10-11 yaş idi. Yaxşı. Belə deyək də, hər hansısa bir oyun yarış qaydalarına riayət olması şagirdlərdə nəyi formalaşdırırdı? Nizam intizam qaydalarını formalaşdırırdı. Yaxşı. Zəif şagird özünə müvafiq başqa bir şagirdlə yaraşırdı, yoxsa eyni bir şagirdlə? Müvafiq olan. Özünə müvafiq başqa bir şagirdlə yaraşır, düzdürmü? Yaxşı. Bəs suala düşsə ki, müəllim, şagirdlərdə hərəkətlərin icra modelini formalaşdırmaq məqsədi daşıyan neçənci məzun xəttidir? İcra modelini formalaşdırmaq 4-cü. İcra modeli. Birinci məzun xəttidir, müəllim, birinci məzun xəttidir. Formativ qiymətləndirmə ümumi təhsil məktəblərində nələrin əsasında aparılır? Tapdım, çıxartdım axır ki. İkinci, 4-cü. Ayso, şükür Allah, beynim yediyim. Ayso, ikinci bir də 4-cü məzun xəttidir. Müşahidə müqayisə vardır. Bəs fərdi qiymətləndirmə fizik tərbiyə dərsinin hansı hissəsində